cəmiyyətə o qədər dində yer verilir, o qədər tövsiyə və təşviq olunur ki, insan mat qalır. Sən evində tək qıldığın namazdan, bu məsciddə cəm qıldığın namaza eynidirmi? İmkanı yoxdur. Subayın qıldığı namazdan, izdivac eləmiş adamın qıldığı namazı eynidirmi? İmkanı yoxdur. Gedin hədislərə baxın, özünüz araşdırın. Görün nə qədər fərq qoyulur. Sən tək qıl, ya gəl 10 nəfərdən, deyir 10 nəfəri atladısa cəmaat namazı, inso cin onun savabını yazıb qutara bilməzdir. Niyə bu qədər savab? Deyir, cəmiyyətdən bir yerdə. Tək yemək məkruhdur. İnsan tək oturur, süfrə arxasında yemək. Deyir, yaxşı deyil. Cəmiyyətdə, birlikdə yemək yiyin. Dua, cəm şəkildə dua sifariş olur. Deyir, cəm şəkildə dua eləyin. Biz niyə Qədir gecələrində məscidə yığışıb bir yerdə dua eləyirik? Çünki bərəkət cəmdədir. İmam Sadiq əleyhissalam buyurur. Deyir, atam İmam Baqir evdə dua eləyəndə bütün ev üzvlərini toplayardı. O dua eləyərdi və biz amin deyərdik. Dua cəmdən olur. Cəmdə bərəkət var.